Əslində belə deyim, biz millət olaraq xalq təbabətini sevən bir millətik. Bitkilərlə, müxtəlif kompreslərlə, müxtəlif uygulamalarla özümüzü müalicə eləməyi sevirik. Yəni kobudca desək, ümumiyyətlə fizioterapevtik prosedurların böyük bir hissəsini istiliklə və yaxud soyuqla müalicə təşkil eləyir. Yəni bəzi spaztik vəziyyətlərdə, tonus, yəni qulunç dediyimiz vəziyyətlərdə və s. bizim aparatların da, prosedur aparatlarının da mexanizması dərin isidicilər, səthi isidicilər və s. şəklindədir və yaxud hər hansı bir iltihabi proseslərdə, yəni ödemlərdə və s. vəziyyətlərində, travmalarda isə soyuq, yəni toxumadakı hərarətin azaldan, yəni yerli soyuq tətbiqidir və daha çox xalq təbabətində də məhz əslində işin yəni fiziki qanun olaraq bu tərəfindən istifadə olunur. Yəni həmin insanlar bir duzu isidib bir ağrıyan bir yerlərinə qoya bilirlər və yaxud hər hansı bir məhlulu, hər hansı bir maddəni, bir kremi, bir palçığı, bir təbii bir maddəni isidib, bir bitki yarpağını və s. isidib bir oynağın üstünə qoyduqları zaman orada daha çox istinin verdiyi lokal spazmda azalma, oradakı gərgin toxumaların yumşalması, tonusun azalması şəklində yaxşı nəticələr əldə edə bilirlər və yaxud dediyim kimi travman oldu, yəni başımız harasa dəydi, hər hansı bir ətrafımız harasa dəydi, zədə aldı, həmən bir buzla tətbiqi, buz soyuq müalicəsi, soyuq tətbiqi də burada iltihabın əmələ gəlməsinin qarşısını alır. Daha çox məhz el arasında yayılan da bu isti və soyuğun müxtəlif şəkillərlə və vasitələrlə həyata keçirilməsidir. Təbii ki, bunlar qısa müddətli təsirlərdir əslində. Yəni bir oynağın daxilində baş verən bir kirəklənməni tamam müəyyən bir müddət isti tətbiqi ilə və yaxud hər hansı bir ödemi, iltihabı bir müəyyən müddət bir soyuq təsiri ilə azalda bilərik. Amma önəmli olan burada altda yatan problemi aşkar etməkdir. Bunun altında bəzən ciddi problemlər ola bilər və nəticəni, yəni müalicəmiz nəticəyə yönəlik deyil də səbəbə yönəlik olduğu zaman daha uğurlu olur. Biz səbəbi aradan qaldırmalıyıq mümkün daxilində təbii ki, əgər mümkünsə. Ondan sonra yəni bu dediyimiz əslində simptomatik müalicələrdir. Nəticəni ortadan qaldırmağa yönəlik, amma bizim əsas məqsədimiz səbəbi ortadan qaldırmaqdır.